Fırtına var. Elə desəm mən də deyəcəm ki, kişi də var ki, bax bunu istəyirsənsə deyə onu. Mənə deyəcəksən. Deyəcəm şalvar geyir. Bəli, deyəcəm. Mənə deyəcəksən. Elə Özünə deyəsən, elə nifrət deyəcəm. qazanacaqsan. Nə? Özünə nifrət qazanacaqsan. Qazanaram, Sən onda mənim təhqir edəcəksən. Məsələn, məni təhqir edəndə yaxşıdır. Yox, mən qatıq salmaq təhqir etmək deyil ki. Sən xanımsan, gedib evdə süd alıb qatığını sala bilərsən. Sən də sabatlı, sən cahilsən. Sən əgər sabatlı olsan, sən deyərsən ki, onda sən də al əlinə çomağı, get çobanlığını elə ki, mən qatığımı çalım. Sərxan, sənin amma kimi... Amma bu nədir? Sərxan. Yetən kişilikdən danışır. Hansı kişilikdən? Sərxan, sənin... Nəyinin kişiliyindən danışarsan sən mən orada? Çıx de, çıxıb orada mənə bir dənə artıq aysi hərəkət, bir dənə bir kəlmə bir söz de. İynənin ucu qədər məni iynələmək kimi bir şey desəm var ha. Nə olacaq? Mənim ağzımdan çıxan sözlərin heç birinin qabağını heç kim ala bilmər. Nətər insanlarsınız, siz nətər məxluqsunuz. Siz nətər nəsiniz siz? Nəsiniz axı mən başa düşə bilmirəm. Nəyə güvənisiniz? Görərsən. Tərbiyəsiz. Sən tırkanı qoy, özün üçün reklam yığırsan sən. Get dedim sənə. Sən tərbiyən budur. Sən dediyini dedin. Mən də deyirəm, canlı yayında özünü ağıllı apar. Ağıllı aparmazsan, mənim qabağımda heç kim dura bilməz. Vay, sən kimsən ki görəsən? Mənim qarşımdakinin 5 dənə diplom olsun. Mən diplomluları cibimdə gəzdirəm. Sağ cibimdə 5 diplomlu gəzdirərəm.